Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil fərəcəhum. Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bir daha sizləri ömrün meyvəsi verilişində xoş gördük. Allah Teala hər birimizi inşallah ki, doğru düzgün şəkildə övladlarımızı tərbiyə etməkdə müvəffəq eləsin. Bugün də Allahın lütfu ilə inşallah hörmətli ustadımız övlad tərbiyəsi haqqında gözəl mətləbləri qeyd edəcək. Necə ki, ötən verilişimizdə də ailədə olan valideynlərin sevgi, məhəbbət, hörmətinin övladların tərbiyəsində olan təsirləri haqqında danışdı və bəzən ailələrin belə deyək, varlı və ya kasıb olmasının övladların tərbiyəsində olan təsirlərindən və yaxud da ki, övladların hansı ailələrdə dünyaya gəlməsinin onlara olan təsirlərindən, amma hər bir halda nəticə budur ki, insan istər varlı, istər kasıb olsun, istər bir mömin ailədə, istər bir kafir ailədə dünyaya gəlsin, axır qərar insanın özü ilədir. İnsan özü qərar verir. Artıq həddi buluğa çatandan sonra Allah Teala ki, insanı ixtiyar sahibi olaraq xəlq eləyib, İnsan özü, öz ixtiyarı ilə, öz seçimi ilə yaxşı və ya pis olmağı seçir. Allah Teala bizləri daim yaxşı və doğru yolda olan bəndələrindən qərar versin inşallah. Bugün hörmətli ustadımız yenə də bu dəyərli mövzu haqqında söhbət edəcək. Studiyamızın həmişə olduğu kimi daimi qonağı, övlad tərbiyəsi üzrə araşdırmacı, ilahiyyatçı Rüfət Həbiboğludur. Salam aleyküm ustad, hər vaxtınız xeyir olsun, bir daha xoş gördük sizi. Aleyküm əssalam, hər vaxtınız xeyirli olsun. Çox sağ olun, Allah razı olsun, bir daha təşəkkür edirik ki, dəvətimizi qəbul edib, Mən də zəhmət sizin çəkib kollektivə gəldiniz. təşəkkür edirəm. Çox sağ olun, Allah razı olsun. Ustad, ötən verilişimizdə ki, yenə də bu övlad tərbiyəsi haqqında danışdınız. Ailədə bir növ valideynlərin övladlara qarşı olan hörməti, izzəti, onlara diqqət etməsi və s. bu kimi digər məsələlərə toxundu. İstərdik elə bu dəyərli mövzunun davamını inşallah bugün də danışasınız. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və huvə xayrun nasirin və muin. Biz qeyd etdik ki, tərbiyənin iki böyük sütunu, fundamenti var. Biri sevgidir, biri də hörmətdir. Biz artıq neçənci verilişdir ki, sevginin və məhəbbətin tərbiyədə təsirindən danışırıq. Bəli. Nə üçün əvvəlcə təsirdən danışdıq? Elə birbaşa keçərdik, sevgini göstərməyin metodlarından danışardıq da. Baxın, istədik valideynlərə çatdıraq ki, əgər övladımıza sevgi göstərsək, övladımızın tərbiyəsində hansı proseslər baş verəcək? Bəli. İnsan nəticəni əvvəlcədən biləndə daha çox həvəsli olur bir işi yerinə yetirməyə. Bəli. Bu cəhətdən də biz əvvəlcə tərbiyədə sevginin verəcəyi nəticələrdən danışdıq və sonra hansı metodlarla, hansı üslublarla biz məhəbbət və sevgini övladımıza ötürə bilərik, o haqda danışacağıq. İnşallah. Məhəbbət və ehtiram, sevgi və hörmət tərbiyənin iki əsas sütunudur. Ondan əlavə metodlar da var. Amma ana metodlar bu ikisidir. Həmişə olmalıdır bunlar. Məhəbbət həmişə olmalıdır, sevgi həmişə olmalıdır, hörmət həmişə olmalıdır. Mən bir dənə ümumi məsələni qeyd edeyim, sonra qayıdaq öz bəhsimizə. İslam tərbiyə sistemi bütün İslam tərbiyə təlimləri ilə əlaqəlidir. Din yeganə olan Allah tərəfindən nazil olub. Dinin təlimlərinin bir-birinə bağlılığı var. Əxlaqın tərbiyə ilə bağlılığı var. Tərbiyənin əxlaqla bağlılığı var. Fiqhin əxlaqla bağlılığı var. Kəlam, fəlsəfə və s. və ilaxır. Din bir-biri ilə bağlı olan təlimlər məcmusudur. Hər bir təlimin öz bazarı yoxdur. Elə deyil ki, əxlaq bir şey desin, tərbiyə bir şey desin. Kəlam bir başqa şeydən danışsın, mövzular ayrıdır, amma hədəf birdir.
Hamısı bir-birinə bağlıdır. Xüsusilə də mövzusu bir-birinə yaxın elmlər və təlimlər, tərbiyə və əxlaq kimi. Bəli. Mən bu məsələni nə üçün qeyd etdim? Bəziləri deyir ki, övladımıza təşəkkür eləməyi öyrətməliyik. Düz sözdür. Valideyn övladına təşəkkür eləməyi öyrətməlidir. Amma necə? Hədəf təşəkkür eləməyi öyrətmək. Hər bir vasitədən biz istifadə edə bilərik? Xeyr. Və belə bu şəxslər qeyd edirlər ki, gərək ana naharı hazırlayandan sonra, şama hazırlayandan sonra, övladın paltarını yuyub ütüləyəndən sonra və misal üçün övladına desin ki, mənə təşəkkür elə. Mən sənin üçün yemək hazırladım, mənə təşəkkür elə. Paltarlarını yudum, təmizlədim, təşəkkür elə. Yəni konkret bu fikri səsləndirənlər var, mən ad çəkmək istəmirəm. Baxın, nə üçün qeyd etdim ki, tərbiyə əxlaqla bağlılığı var, əxlaqın tərbiyə ilə bağlılığı var. Baxın, əxlaqda, əxlaq elmində heç bir yerdə deyilmir ki, insan elədiyini qarşındakına desin ki, sən mənə təşəkkür elə. Xüsusilə valideyn onsuz da təmənnasız eləyir. Onsuz da təmənnasız eləyir. Heç bir yerdə deyilmir, dini təlimlərdən söhbət gedir. Dini təlimlərdən heç bir yerdə deyilmir ki, qarşı tərəfi tərbiyələndirmək üçün, onun təqvasını artırmaq üçün ona deyin ki, sizə təşəkkür eləsin. Üçüncü bir şəxs, yəni Allah deyir ki, anaya, ataya təşəkkür elə. Amma anaya, ataya da bu tərəfdən deyir ki, etdiyin işi minnətlə kiminsə üzünə vurma. Niyə? Çünki elədiyin yaxşılıq zay olub gedər. Deməli, üçüncü bir şəxs var. O hər iki tərəfin də vəzifəsini o təyin edir. Biz bunu yaddan çıxartmayaq. O şəxslər ki, bunu deyirlər ki, valideyn gərək övladına desin ki, mənə təşəkkür elə, bununla da övladına təşəkkür eləməyi öyrətsin. O yanlış bir məsələdir. Bu şəxslər tərbiyəni əxlaqdan ayırıblar. Tək tərbiyəni özünü tutublar. Bizim dinimizdə bütün bunlar bir-birinə bağlıdır. Deməli, Allah Taala övlada deyir ki, sənin vəzifəndir valideynə təşəkkür eləmək. Valideynə də bu tərəfdən deyir ki, o övlad da mənim bəndəmdir. Sənin haqqın yoxdur, elədiklərini onun üzünə vurasan. Minnət qoyasan. Başqa bir yerdə də deyir ki, Quran ayəsidir ki, etdiklərinizi minnət qoymaqla aradan aparmayın. Yaxşılıqlarınızı minnət üzə vurmaqla zay eləməyin. Mənə görə iş görün. Xülasə budur ki, iki tərəfin ikisindən də deyir ki, mənə görə iş görün. Yəni, məni nəzərə alın, iş görün. Əməllərinizi məni nəzərə alın, edin. Keçən verilişdə də buna görə qeyd etdim ki, Allah Taalanı tərbiyədə biz daim nəzərdə saxlamalıyıq. Mənim övladım Allahın bəndəsidir. Allah Taala onu mənə verib. Hətta bəzi insanlar var ki, onlar biraz da dərin düşünürlər. Onların övladı olanda Allaha şükür edirlər ki, ilahi sən məni valideyn olmağa layiq bildin. Çox şükürlər olsun sənə. Yəni, övlad Allahın mənim yanımda olan bir əmanətidir. Övlad da düşünməlidir ki, ata, ana Allahın mənə verdiyi nemətdir. Çünki bir çox yerdə deyir ki, ananın duası qəbuldur, atanın duası qəbuldur. Bir çox şəxslər qeyd ediblər ki, böyük problemlərimizi biz valideynlərimizin duası sayəsində aşmışıq. Problemlər bizim üçün həll olub, düyünlər açılıb. Qarşılıqlı burada bir əlaqə var və bütün bunların da mərkəzində Allahdır. Heç vaxt biz, ola bilər ki, biz verilişlərimiz boyunca elə bir mövzuya gələk çataq ki, orada məsələn bir ayə deməyək, ya ona aid bir hədis olmasın, amma ümumilikdə bütün bu sistem mərkəzində Allah dayanıb. Tohid dayanıb. Bizim övlad tərbiyəmiz də tohidin üzərində qurulub. Övlad Allahın bəndəsidir. Allah mənə əmr eləyib bu işi görüm. Mən deyərdim ki, tərbiyədə də ixlas lazımdır. Çünki bir şəxs var, o bizə nəzarət edir. Sabah onun yanına qaydacağıq ikisimiz də, həm övlad, həm mən, həm həyat yoldaşım, həm qadın, həm kişi fərqi yoxdur, həm arvad fərqi yoxdur. Ailə arasında, həyat yoldaşları arasında da
ixlasla rəftar olmalıdır. Səmimi, sədaqət. Biz qayıdacağıq Allahın dərgahına, cavab verməliyik. Quran ayəsi buyurur ki, onları saxlayın. Onlardan sual olunacaq ki, filan işi nə üçün edir? Əl, qol, ayaq, göz, bunlar fantaziya, əfsanə deyil ki. Quran bizə bunları deyib də. Quran ən doğru, Allah Taala ən düz danışandır. Bunu nəzərə almalıyıq ki, Allah mərkəzdə Allahdır. Mən onun əmrini yerinə yetirməliyim. Odur ki, övlada təşəkkür eləməyi öyrətməyin yollarından biri budur ki, ana deməsin ki, mənə təşəkkür elə. Ata desin. Ata desin ki, ana bütün günü bu zəhməti çəkir, yorulur, biz gərək ona təşəkkür eləyək. Birinci ata təşəkkür eləsin. Mən bunun əleyhinəyəm ki, insan birinə bir şeyi öyrətmək istəyəndə birbaşa ona müraciət eləsin. Özü birinci eləsin. Biz səfərlərin birində bir şəxslə səfərə çıxmışdıq ki, onun övladları da yanındaydı. Yeniyetmə övladları onun yanındaydılar. Piyada bir uzun məsafəni getməli idik. Gəldik, çatdıq, gördük ki, 4 dənə stul var, biz 5 nəfərik. Əksəriyyət əyləşdi, mən biraz gec gəldim, o şəxs bunu danışır, bir şəxs danışır. Mən biraz gec gəldim, bu ata ki, övladlar onun yanındaydı, ata özü oturmuşdu, övladları da oturmuşdu. Ata dedi ki, dur, əmi otursun. Mən bunu qəbul eləmirəm. Ata özü durmalıdır ki, o şəxs otursun, əgər ona hörmət, övlad da atadan öyrənməlidir. Çünki biz birbaşa deyilən sözün o qədər də çox effekti olmur. Və yaxud, yenə bu həmin şəxs qeyd edir ki, bu ata yol boyu öz, deməli, ona lazım olan paltardı, əşyalarını onu övladlar daşıyırdı. Yəni, onun sumkası, onun çantasındaydı. O çantadan lazım olan şeyləri götürürdü, tezdən çantanı bağladı, verirdi onlara. Özü əlləri cibində gedirdi, övladlar daşıyırdı. Baxın, ola bilsin ki, kimsə mənə desin ki, bu nə danışır? Belə də olmalıdır da, övlad daşımalıdır. İşim yoxdur, o kim bu cür nə fikirləşir, işim yoxdur. Baxın, biz istəyirik dinin bizə dediyi kimi düşünək. Dinin bizə öyrətdiyi kimi düşünək. Əhl-i Beytin sirəsinə baxaq görək ki, onlarda bu iş belə olub, yoxsa belə olmayıb. Peyğəmbər səhabələri ilə bir yerə gedəndə istirahət üçün dayandılar. Peyğəmbər də düşdü və bir fasilə getdikdən sonra Peyğəmbər dayandı, qayıtdı geri. Səhabələr soruşdular ki, ya Rasulallah, nə oldu? Həzrət buyurdu ki, mən atın və yox dəvənin ayağını bağlamamışdım. Gedim bağlayım. Dedilər, sən bizə deyərdin, biz bir onun içində dedi, yox, hər kim, mən öz işimi özüm eləməliyim. Biz Əhl-i Beytdən öyrənirik. Biz belə də olmalıdır. Bir var, özü könüllü bu işi görür, başqa məsələ. Əl-qərəz, mövzudan çox kənara getməyək. Təşəkkürü öyrətmək istəyirəmsə, ata birinci özü əməli surətdə göstərsin övladına, sonra sözü demək olar. Ustad, həqiqətən də bu məsələ çox gözəl bir məsələdir ki, yəni bir növ təlim-tərbiyənin yollarında, amma sizin dediyinizdən biz belə təqribən başa düşdük, aydın olur ki, İslami çərçivədən kənarda olan təlim-tərbiyələr kamil deyil, naqisdir. Yəni, məsələn, baxırıq ki, qeyd elədiyiniz, yəni Allah Taala'nın buyurduqları əsasında İslam əxlaqı çərçivəsində olan təlim-tərbiyə də Allaha xatir olur, ixlasla olur və orada əsas hədəf, məsələn, övladın valideynə olan hörmət ehtiramı, valideynin övladına olan hörməti, sevgisi Allaha xatir olur. Yəni, Allaha xatir olan bir şey də bir növ daimi olur. Yəni, insanlar üçün bilir ki, bəli, yəni bu axirət qazanılır bundan. Amma siz qeyd etdiniz ki, amma o ki, insan özü, yəni İslam çərçivəsində kənarda olanda tələb eləsə, ola bilər övlad bunu bir müddət sağ ol, təşəkkür eləyə, amma səmimi qəlbdən bəlkə də eləməz. Bağlılıq da olmayacaq da sonra. Çünki niyə hədəf, yəni ali bir hədəf yoxdur, yəni əbədi bir saadət görmür bunun sonunda. Amma İslam çərçivəsində olanda, məsələn, mömin ailələrdə olanda övlad bilir ki, mən valideynimə sevgi ilə hətta üzünə baxsam belə, Allah bunun qarşılığında ibadətə savab verər. Amma qeyri, məsələn, İslami tərbiyələrdə yox, eləcə bir dənə təşəkkürlə, sağ olunla qutarır, tamam. Yəni, əbədiyyəti yoxdur bunun, əbədi saadət görmür deyə. Bunda da davamlı olma ehtimalı az olur. Bəlkə də bir müddətdən sonra tamam qutarır. Ola bilər davamlı olsun. Mümkündür, məsələn, həmin sən mənə
təşəkkür elə. O övlad böyüdü. Elə Bəli. ölənəcən də mənə dedi ki, ana çox sağ ol, dedi mənə. Bəli. Amma mən itirdim burada. Hı -hı. Niyə? Çünki mən umdum ona mənə təşəkkür Bəli, etsin. bəli. Baxın, Allah bizim hamımızı tərbiyə eləmək istəyir. Allah demir ki, sən valideynsənsə, sənə yaşıl işıqdır, nə istəyirsən elə. Bəli. Çünki biz Allah o qədər bizi çox istəyir. Yəni dillə vəsf ediləsi bir söz deyil. Düz, Bu. O düz. qədər bizə məhəbbəti var. Hərdən mən ürəyim yanır o dini qəbul eləməyənlər şəxslər üçün. Xüsusilə ateistlər üçün ürəyim yanır ki, belə bir o məhəbbəti görməmək, sevgini görməmək, Məhrum olmaq. məhrum olmaq, Bəli. yəni belə soyuq yanaşmaq, bilmədən yanlış gözlə baxmaq. O qədər bizə məhəbbəti var. Baxın, valideyni də tərbiyələndirmək istəyir. Allah bizə demək istəyir ki, nə olsun sənin övladın, o övladıva görə əməlləri puç eləmə. Düz. Övladıva görə məndən uzaqlaşma. Yəni sən ona təşəkkürü öyrədə-öyrədə uçuruma getmə. Bəli. Bir də ümumi bir məsələni qeyd edim ki, tərbiyə övladın tərbiyəsi elə bizim özümüzün tərbiyəsidir. Doğrudanmı mən valideyn bir işi görəndə ondan umacam o mənə çox sağ ol desin, yoxsa yox? Bu özü bir mövzudur əxlaq bəli. elmində. Doğrudanmı mən elədiklərimi sabah mənim belə bir ruhiyyəm varmı? Mən özümü bu həddə çatdıra bilmişəmmi ki, mən övladıma 5 il, 6 il, 10 il, 15 il çalışım, vuruşum, 15 ildən sonra övladım mənim üzümə qaydanda mən 15 il vurumun onun üzünə, süquta uğradım. Düz. Mən getdim, düşdüm, arxaya getdim. Düz. Elə həqiqətən. Allah bizim içimizdə tərbiyə eləmək istəyir. Bəli, elədir. Xülasə, məhəbbətin ilk öncə dedik, nəticəsi budur ki, oxşatma, bənzətmə yaradır. İkinci, tabeçilik gətirir. Üçüncüsü, dedik, dözümlülüyü artırır və təvəqqülü azaldır. Hı. Keçən dəfə dedik, varlı ailəni biz təsvir elədik. İndi baxın, kasıb ailəni təsvir eləyək. Bəli, bəli. Kasıb ailədə valid, ata fəhlədir. Səhərdən axşama qədər işləyir, tər tökür. Köhnə modeldə bir telefonu var, telefondan zəng gəlir. Eyni səhnədir, amma biz səhnəni dəyişmişik. Aha. Orada varlı ailədir, burada kasıb. Kasıb ailə. Yenə ata baxır telefona ki, övladı zəng edib, oğlu zəng edib və oğul ata cavab verən kimi nəvazişlə cavab verir. Keçən dəfə tez ol qutar işim var. Ata nəvazişlə cavab verir. Əzizləyir övladını. Bir növ sənin səsini eşitmək mənə xoşdur. Bəzi valideynlər var, mən eşitmişəm ki, onlar övladları dərsdən gələndə onlara deyir, mən sənin üçün darıxdım, sən evdə yox idin. Nəvaziş və hörmətə mindirmək. Cəmaət arasında belə bir söz var, hörmətə mindirmək. Bəli. Yəni sən mənim üçün dəyərlisən. İşimdən dəyərlisən. Vaxtımdan dəyərlisən. Biz istəyiriksə tərbiyə eləyək övladlarımızı. Biz biraz tər tökmək lazım. Bəli. Ata cavab verir, övlad deyir ki, ata bizi məktəbdən gəzməyə aparmaq istəyirlər. Ana dedi ki, mən səndən icazə alım. Ata dedi ki, bəli, mütləq icazə verəcəm, get. Axşam ata işdən evə gəlir, övladı qaçır atanın qabağına. Tamaşaçılar keçən verilişə baxıblarsa müqayisə edə biləcəklər. Keçən varlı ailə ilə kasıb. Bəli. Ata oğlun qucaqlayır, əyilir, üzündən öpür və keçir naharını yeyəndən sonra oturur televizora baxmaq istəyir. Övladı oynayır. Keçən səhnədəki kimi. Bəli. Övlad oynayır evin bir küncündə. Ata görür ki, övlad tək oynayır. Yorğunluğun yox deyir yorğunluğa. Televizoru söndürür, övladı ilə biraz oynayır. Övladı ilə biraz oynayırlar. Şam yeməyi ərəfəsində ata deyir. Baxın, keçən səhnədə övlad çox danışırdı. Bu səhnədə valideynlər danışır. Aha. Ata övladına deyir ki, sən ki, gedəcəksən gəzməyə dostlarınla, həm yaşıdlarınla, sinif yoldaşlarınla. Təbii ki, yəqin sənə pul lazımdır. Pula ehtiyacın var. Övlad deyir ki, heç bir pula ehtiyac yoxdur. Ata deyir ki, necə pula ehtiyac yoxdur? Birində orada bir nəsə bir su içmək istəyəcəksən, sok içmək istəyəcəksən, bir nəsə yemək istəyəcəksən. Deyir, yox, mən yeməyə getmirəm ki, mən oynamağa gedirəm. Atdan düşüm, öz enerjimi boşaldım, günüm xoş keçsin. Sən demə, oğul neçə vaxt ki, pul xərci veriblər evdən oğula, onu qəşəng yığıb, həmin bu gün üçün saxlayıb. Bir neçə gün qalıb hələ, ana oğula deyir ki, bala, sənin əqqabların biraz münasib deyil.
gəzintiyə getməyə biraz cırıqdır, məsələn, şalvarın dizləri ağarıb. Gedə yeni bir paltar alaq sənin üçün. Bu ailə, bu bu övlad üçün yeni bir paltar alsa, bu ay maaş alana qədər çətinlik olacaq. Bəli. Övlad bunu bilir. Ona görə deyir ki, ehtiyacım yoxdur. Mən gedirəm orada atlanım tullanmağa. Mən orada bu ayaqqabıda daha rahatam. Bəli, bəli. Çox rahatam da. Təzə ayaqqabı olsa atlana bilməyəcəyəm. Təzə paltar Bəli. olsa ay birdən cırılar. Mən tamaşaçılardan xahiş edirəm ki, övladın və valideynlərin burada dialoquna, danışığına və keçən dəfəki səhnədə övladın, valideynlərin dialoquna baxsınlar. Kimsə baxmayıbsa keçən verilişə mütləq baxsın ki, bir-birindən əlaqəlidir. Bəli. Gün gəlir çatır, istirahətə getmək günü gəlib çatır. Oğul öz sinif yoldaşlarına gedir istirahətə, atlanırlar, düşürlər, oynayırlar, dincəlirlər, qayıdırlar. Ata gəlir ki, övladını aparsın evə, qarşılasın, aparsın. İndi ata kasıb ailədir, kasıb bir minik vasitəsi var da. Məsələn, məsələn deyə bir 06, 03-dür. Bəli. Məsələn, yoxdur o maşınlar, misal üçün deyirəm. Oğulla ata arasında elə bir bağlılıq yaranıb ki, nədən? Valideynin və övladın münasibətindən doğub bu bağlılıq. Öz-özünə yaranmır ki. Düz. Və bu duyğusal bağlılıq oğul atanı görən kimi qanadlanıb uçmaq istəyir. Atasına əl edir, gedir, oturur maşına. Ata oğlun nəvazişlə bir salamlayır, qucaqlayır. Sən neçə vaxt getmirsən, lap sənin üçün biz darıxdıq, çoxdan səni elə görmürəm, elə bir səni illərləndir. O qədər övlada atanın davranışı ləzzət edir ki, o övlad evə qədər uçur. Maşında da mı uçur, buludların üstündə gedir. Baxın, düzdür ki, maddi imkan zəifdir. Amma davranış o maddi imkanın yerini doldura bilir. Bəli. Zəif maddi, yəni oğul düzdür gedir istirahətə, köhnə ayaqqabı ilə gedir, ola bilsin cibində də pul azdır, amma bunu aşağılıq hiss eləmir. Bəli. Bunu mən o birilərdən geri qalmışam, mən onlardan aşağı səviyyədəyim hiss eləmir. Niyə? Çünki məhəbbətlə o qədər doludur onun ruhu. O qədər sevgi ilə doludur onun ruhu. Bu oğul üçün önəmli atası, anasıdır. Bəli. Atanı, ananı itirməyim. Dost, yoldaş, qardaş, yoldan keçən mənim maşınıma baxacaq, telefonumun modelinə baxacaq, bunların heç biri mühüm deyil. Düz. Belə bir övlad üçün yalnız və yalnız onun valideynləri önəmlidir. Və valideynlərinin belə bir vəziyyətində də övladının dözümlülüyü çoxdur, gözləntisi də azdır. Yox, sən bunu almalısan, mən gedəcəm, məni belə görəcəklər, məni pencəksiz, kostyumsuz görəcəklər, deyəcəklər, güləcəklər, bunun kostyumu yoxdur, mən pis olacam. Sıxsın ailəni, ailəyə ruhi təzyiq versin. Yox, niyə? Çünki məhəbbətlə dolub, hörmətlə dolub, ailədə maddi imkan aşağı da olsa, isti ocaq var, sevgi var, qarşılıqlı anlaşma və hörmət var. Ustad, Allah razı olsun. Həqiqətən də bu məsələ çox gözəl bir məsələ oldu. Çəkdiyiniz keçən verilişdəki misal və bu misal tam yerinə düşdü və biz elə deyə bilərik ki, sevgi, məhəbbət var dövlətin yerini doldura bilir, amma var dövlət sevgi, məhəbbətin yerini həqiqətən doldura bilmir. Bəli, həqiqətən də bu çox önəmli, lazımlı bir məsələlərdir ki, inşallah dəyərli izləyicilərimiz də bu məsələlərə diqqətlə qulaq asarlar və keçən dəfə də qeyd etdik, həm özləri inşallah və biz özümüz qarışıq olmaqla özümə deyirəm və digər müsəlman bacı qardaşlarla da bu önəmli, dəyərli mövzuları paylaşarlar ki, onlar da həqiqətən bunlardan istifadə etsin və bir də biz elə bunu deyə bilərik ki, siz gözəl qeyd etdiniz. İnsan əgər başqalarını nəzərə almadan yaşasa, yəni Allaha xatir, Allaha nəzərə alıb yaşasa, yəni bu kimi problemləri olmaz. Yəni qıraqdan baxan, kənardan baxanlar deməsin ki, məsələn bunun ayaqqabısı belədir, paltarı belədir, bu maşını belədir, evi belədir. Yəni biz insanların əksər hallarda problemimiz buna qayıdır ki, başqalarını nəzərə alıb yaşadığımız üçün həyatı özümüzə çətinləşdiririk ki, bu məsələn maşın alsaq, bu paltar alsaq,
başqaları bəyənər ya yox. Artıq özümüzün Görəsən nə deyərlər? bəli, bəli, özümüzün yəni bəyənməyimiz, ya Allahın bizdən razılığı qalıb kənarda, Bəli. biz başqalarını nəzərə alırıq. Ona görə də həqiqətdə həyat bizim üçün çətin olur. Düzdür. Allahın razılığı dedikdə gözəl qeyd etdiniz. Allahın razılığı qalıb kənarda. Bunu belə də izah edə bilərik ki, biz izləyicilərə. Yəni düz olan elə budur. Bəli, Allahın razı olduğu şey düzdür. düz, həqiqətən. Allah bizi düzə, həqiqətə, haqqa dəvət edir. Yəni sənin onun Allahın dediyi kimi yaşamaq tərzin ən düzgün Bəli. yoldur. Bəli, Nəinki başqaları görəsən nə deyər, xüsusilə də bəli. toy məclislərində. düz, düz. Görəsən mən belə cəhiz aparsam o nə deyər? Görəsən uşağımın belə paltarı olmasa o birisi nə deyər? Bəli, Görəsən mənim övladımın istedadı aşağıdır. Oxuya bilmir. Məsələn, hər kəsin bir istedadı vardır, 5 barmağın 5də bir deyir ki. düz. Bu il universitetə girə bilməsə, qonşular nə deyər? Qonşunun oğlu girib mən qızım girməsə mənim qızım. Biz düzgün olanı yaşayaq. Bizim başqa şəxslərlə işimiz yoxdur ki. Bəli. Kim nə deyəcək, kim nə deməyəcək. Və ya baxın, veriliş vaxt azdır. Ailəli uşaq olan ev çox vaxt tör-töküntülü olur. Elədir. Ən çox analar narahat olur ki, vay niyə töküldü? Buranı birdən kimsə gələr nə deyər? Hı -hı, düz. Uşaqlı ev tör-töküntülü olur. Uşaqlı ev dağılır. Uşaqlar yavaş-yavaş müəyyən bir müddətdən sonra nizam-intizamı öyrənir. Bəli, elədir. Arxasıcan yığışdırmağı öyrənir. Gələn də başa düşməlidir ki, bu uşaqlı evdir bu. Gələn də bunu bilməlidir. Bilmir, bilməsin. Onun problemidir. Onun problemidir. Mən ev dağılmasın deyənə 3-4 dənə oyuncaq o küncdə qalmasın deyənə övladıma ruhi təzyiq eləməliyəm. Yəni övladımın gününü qaraltmalıyam. Bu dinin bizə dediyi, Əhl-i Beytin bizə dediyi, Qur'anın bizə dediyi, İslamın bizə dediyi ən doğru yoldur. Biz Bəli. buna əməl eləsək, xoşbəxtçilik də elə ondadır. Bəli, ustad. Allah razı olsun. Həqiqətən də elədir. Bu məsələni də gözəl şəkildə izah etdiniz və bir daha təşəkkür edirik Mən də sizə. sizin kollektivə təşəkkür edirəm. Allah razı olsun. Minnətdarlığımızı bildiririk bir daha həm öz adımızdan, həm hörmətli izləyicilərimizin Çox sağ adından olun. ki, hər verilişdə bu cür dəyərli, lazımlı mövzuları bizim üçün danışır, qeyd edirsiniz. Çox sağ olun, var olasınız Siz də sağ inşallah. olun. Bəli, hörmətli izləyicilər, bu gün də bu gözəl, dəyərli verilişimizin sonuna gəldik, çatdıq. Həqiqətən də bugünkü mövzumuz da çox lazımlı, önəmli mövzulardır və bir daha Allahdan arzu edirəm ki, hər birimiz bu dəyərli sözləri eşidək və ona əməl edə bilək inşallah. Gələn verilişlərimizdə görüşmək ümidi ilə sağ olun, salamat qalın.